Hörmətli dinləyicilər, dəyərli müəllimlər və əziz məktəb yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində biz xüsusi təlimatlı qüvvələrin yaranma gününü qeyd edirik. Mən məktəbimizin 7B sinif şagirdi Mirzəlal Şahmarov. Sizə bu qüvvələrin tarixi əhəmiyyəti və Azərbaycan təhlükəsizliyi sistemindəki rolundan danışacağam. Bugünkü veriliş həm də aprel ayı üzrə 447-ci buraxılmışdır. Bu məktəb radiosunun davamlı fəaliyyətini gənclərimizin maariflənməsinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə verdiyi töhfələrin simvoludur. Əziz dinləyicilər, xüsusi təlimatlı qüvvələr milli təhlükəsizlik sistemində ayrılmaz strateji tərkib hissəsidir. Onlar mürəkkəb əməliyyatlar şəraitində yüksək peşəkarlıq və dəqiqlik tələb edən tapşırıqları yerinə yetirirlər. Tarixi vaxtlara əhəmiyyət salsaq, bu qüvvələrin yaradılması ölkəmizin təhlükəsizlik potensialını artırmaq, hərbi hazırlıq səviyyəsini yüksəltmək və strateji əməliyyat bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır. Xüsusi təlimatlı qüvvələr yalnız döyüşçü əməliyyatları ilə məhdudlaşmır. Onlar humanitar missiyalarda, fövqəladə hallar zamanı, təbii fəlakət zamanlarında beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edirlər. Bu göstərir ki, onların fəaliyyəti yalnız hərbi deyil, həm də sosial humanitar əhəmiyyət kəsb edir. Statistik məlumatlara görə Azərbaycan xüsusi təlimatlı qüvvələrin hazırlanmış əməliyyat planları həyata keçirilən təlimlər nəticəsində döyüş hazırlığı son 10 ildə əhəmiyyətli dərəcədə yüksəlir. Peşəkar heyətin say və bacarıqları isə artırılmışdır. Bu qüvvələrin fəaliyyətinin müasir texnologiyaların və elmi yeniliklərin tətbiq mühüm rol oynayır. Məsələn, dronlar yüksək dəqiqlik izləmə sistemləri, taktiki simulyasiyalar və strateji planlaşdırma proqramları ilə təyinatlı hərbi hissələrin əhəmiyyət effektivliyini artırır. Belə elmi praktiki yanaşmalar göstərir ki, döyüşçülərimiz hazırlanması yalnız fiziki güc və taktiki biliklərlə məhdudlaşmır. Həm də analitik düşüncə və qərar qəbul etmə bacarığı situativ analiz tələb edir. Əziz məktəb yoldaşları, bu qüvvələrimizin peşəkarlığı, fədakarlığı və vətənpərvərliyi biz gənclərin nümunə olmalıdır. Onların göstərdiyi əzm və əqidə hər birimizin vətənə bağlılığını gücləndirməli, milli həmrəyliyi, təhlükəsizliyi qorumağın vacibliyini xatırlatmalıdır. Bugünkü efirimizdə həm də onların tarixi inkişaf yolunu nəzər salarıq. Azərbaycan müasir xüsusi təlimatlı qüvvələrin yaradılması və inkişafı mərhələləri onların peşəkarlığını və vətənpərvərlik ruhunu göstərən əhəmiyyətli hadisələrdən zəngindir. Qeyd etmək lazımdır ki, ölkəmizdə xüsusi təlimatlı qüvvələrin hazırlanması üçün geniş proqramlar mövcuddur. Bu proqramlara taktiki təlimlər, ekstremal vəziyyətlərdə fəaliyyətlər bacarıqların inkişafı, eləcə də liderlik və qərar qəbul etmə təlimləridir. Mütəmadi keçirilən simulyasiyalar və real şəraitdə həyata keçirilən təlimlər döyüşçülərin hər bir tapşırığı dəqiq və səlahiyyətli şəkildə yerinə yetirməsini təmin edir. Azərbaycan xüsusi təlimatlı qüvvələrinin beynəlxalq əməkdaşlıq fəaliyyətinin əhəmiyyətlidir. Onlar beynəlxalq təlimlərdə iştirak edir, müxtəlif ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparır və qlobal təhlükəsizlik standartlarına uyğun əməliyyatlar bacarığını inkişaf etdirirlər. Bu fəaliyyətlər ölkəmizin təhlükəsizlik sisteminin beynəlxalq səviyyədə etibarlılığını artırır və strateji mövqeyini gücləndirir. Həmçinin xüsusi təlimatlı qüvvələrin sosial rolu da böyükdür. Onlar gələcəkləri hərbi vətənpərvərlik ruhunu cəlb edir, fiziki hazırlıq və intizamın əhəmiyyətini nümayiş etdirir. Həmçinin vətənə bağlı və milli birliyin simvolu çevrilir. Statistik araşdırmalar göstərir ki, hərbi təlimlərdə iştirak edən gənclərin məsuliyyət, disiplini və kollektiv əmək bacarıqları əhəmiyyətli dərəcədə artır. Əziz dinləyicilər, Azərbaycan xüsusi təlimatlı qüvvələri həm tariximizdə əhəmiyyətli döyüş əməliyyatlarında iştirak etmiş və vətənimizin təhlükəsizliyini qorumuşdur. Onların fəaliyyəti həm millilik təhlükəsizliyinin təminatında, həm də beynəlxalq əməliyyatlarda əvəzsiz rol oynayır. Bugün biz onlarla dərin hörmətimizi bildirir və vətənin peşəkarlığına ilham alırıq. Məktəb radiosunun bu buraxılışında eyni zamanda aprel ayı sonuncu 447-ci buraxılışını qeyd edirik. Bu məktəbimizin bilik və mədəniyyəti dünyasına verdiyi davamlı töhfələri, həmçinin gənclərimizin maariflənməsindəki uğurların təəssüsüdür. Hər bir verilişimizdə kimi bu buraxılışda sizin məlumat və ilham verəcəkdir. Əziz məktəb yoldaşları, mən Şahmarov Mirzəli 7B sinif şagirdi olaraq sizə bu Azərbaycanın xüsusi təlimatlı qüvvələrin əhəmiyyətini çatdırmaqdan məmnunam. Qoy onların fədakarlığı və peşəkarlığı hər birimizin vətənpərvər olmağını ruhlandırsın, kollektiv həmrəyliyimizi gücləndirsin və milli təhlükəsizliyin qorunmasında fəal iştirak etməyinə təkan versin. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti verilişimizdə yenidən görüşənədək sağ olun.